Son günlər paytaxtda alıcılar əl yandıran mənzil qiymətlərindən şikayətlənirlər. Vətəndaşların şikayəti məhz mənzil bazarında günü-gündən bahalaşmanın olmasıdır. Bəs Bakıda mənzillərin qiymətlərinin yenidən artması hansı səbəbdən qaynaqlanır? İzləyək. Paytaxtda mənzil qiymətləri durmadan artır. Bazarda bahalaşma həm yeni tikililərdə, həm də köhnə binalarda özünü göstərir. Qiymət artımı alıcıların seçim imkanlarını da məhdudlaşdırıb. Mikrorayonda keçən illəri 70 minə, Yasamalda 80 minə, prospektdə, Zabit prospektində, Ələkbərovda 100 minə yaxın idi. Amma indi arası bir 20-25 min artım var. Yəni ki, mikrorayonda 90 mindən aşağı ev yoxdur. Yasamalda 100 mindən aşağı ev yoxdur. Zabit prospektində mi, Ələkbərovda mi, hardasa 120-125 minə uyğun, hələ bir otaqlı evdən danışır. 2 otaqlı mənzilin qiymətləri 180 mindən 250 minə qədər dəyişirdisə, indi 250 mindən 300 min manata qədər. 3 otaqlı isə 300-350 min manatı isə indi 350-450 min manat arası dəyişir. Mənzil qiymətlərinin yüksəlməsinə təsir edən başqa amillər də var. Armatur, digər strateji inşaat materialların qiyməti kəskin artması və inşaat normativlərinin eyni zamanda artması nəticəsində tikinti şirkətləri bu istiqamətdə qiymətlərin artırılmasında maraqlı oldular. Tikinti şirkətlərin arasında rəqabət hələ də olmadığına görə qiymətlərin artımı hələ də davam edir. Bu proqnoz ən azı bu ilin sonuna kimi verilir və düşünürəm ki, gələn ildən etibarən tikinti şirkətləri üçün veriləcək icazələrin artımı nəticəsində rəqabət bazarda formalaşacaq və qiymətlər daha stabilləşəcək. Əmlakçılar hesab edirlər ki, yay aylarında qiymətlər nisbətən sabit qalsa da sentyabr ayından etibarən mənzil bazarında növbəti bahalaşma qaçılmaz olacaq. Fidan Səfərov, Bəkir Əşimov, SPES xəbər.